Uşaqlarda belə bir düşüncə var ki, müəllim kimdir ki, mənim əlimdən telefon ala? Müəllim kimdir? Müəllim həmin adamdır ki, sənə görə səndən daha çox narahatdır. Sənə görə pis olur. Yeri gələndə valideynin qədər narahatdır. Valideyn olaraq narahatdırsa, bu adam öz uşağı qədər sənin üçün narahatdır. Bəs onu da demirsən. Sabah 15 düz yazmağa başında olmadığı halda gedib 27 düz, 28 düz yazanda deyəcəksən müəllim kimdir? Onda sağ ol deyəcəksən. Onda deyəcəksən ki, müəllim, kaş mənim telefonumu alardın, çırpıb sındırardın. Mən gedib 430 yox, 650 bal yığardım. Onda deyəcəksən, başına çox döyəcəksən. Və ayrıca biz əgər hansısa şagirdin əlindən telefonu alırıqsa, ki, məsələn, sən bunu bu qədər işlətmə, təbii ki, bu dərsinə vaxtında hazırlıqlı gələn, deyilən hər bir şey eləyən şagirdə aid deyil. O şagirdə aid ki, tapşırıqları yazmır, dərsə vaxtında hazır gəlmir və üstəgəl bütün gündə telefonda. Valideyn də deyir ki, mənim uşağım niyə oxumur? Mən də ona göstərirəm ki, sənin uşağın gün ərzində 8 saat, 10 saat, 12 saat telefondadır. Sən uşağın əlindən telefonu al, mən də onu oxudum. Mən üzərimə düşəni eləyirəm, sən də evdə onu nəzarət elə. Valideyn də mənə deyir ki, müəllim, mən ala bilmirəm, buyur sən al. Bacarırsan sən al, bütün ixtiyarı səndədir. Biz şagirddən əgər o telefonu işlətmə qadağası qoyuruqsa, o şagirdə bunu eləyirik ki, biz onun şəxsiyyətini incitmədən, onun xətrinə dəymədən, onun nüfuzunu yoldaşları, dostları arasında zədələmədən eləyirik. Mən o telefonu elə xoş bir şəkildə götürürəm ki, o özü də buna belə çox rahat şəkildə reaksiya verir. Hətta elə uşaq ki, evdə valideynin bəlkə illərlə ona söz belə deyə bilmir, amma mənə yazıb deyirlər ki, müəllim, valla bir sizin sözünüzü eşidir, bir sizdən çəkinir. Yəni, bu qorxu deyil. Yeri gətirir ki, mən boydadır, vurub aşırdar mənə. Bu hörmətdir, hörmət. Bax, ondan danışın ki, gör biz hansı hörməti necə qazanmışıqsa, o şagird başını qaldırıb bir kəlmə demir ki, olmaz müəllim, mənə dəyməyin. Bu sözü bizə şagirdlər demirlər. O hörməti qazanmaq lazımdır. Bəli, cəmiyyətdə müəllim nüfuzu yerlərə enib. Burada müəyyən qədər müəllimlərin də səhv var, müəyyən qədər başqa səhvlər də var. Bunları qoyduq qırağa. Mən onu düzəldə bilmərəm. Mən öz üzərimə düşən edə bilərəm və öz əhatəmdə olanlara cavab deyəm. Hər bir təhsil müəssisəsinin özünün qaydaları var. Sən gedib polis akademiyasının telefonu işlədə bilərsən, işlədə bilməzsən. İcazə ilə işlədəcəksən həftənin bəlli günləri və yaxud günün bəlli